Aktivite Mehman Hüseynoğlu 1994-cü təvəllüddən 44 günlük vətən müharibəsində canımı qoymuşam. Yəni getmişəm, döyüşmüşəm. Sinəmdən də xəsarət almışam. Hal-hazırda sinəmdə 2 dənə qəlbi yerlər. 2013-cü ildə mən burada ev tikmişəm özümə. Gəldilər, sökdülər, dedilər burada ateist tikiləcək. Ondan da sonra hansısa bir şəxs gəlib burada bu diktatörlük eləyib, deyir ki, mən burada şirniyyat çıxıb tikəcəm. Kənddə elə mən evi tikmişdim. Hal-hazırda gəldilər, uçublar, elədilər 2013-cü ildə. İndi evsizsiz siz, düzdür? Bəli. Ofis ildə qalan qolumuzun qabağı. Hardan haraydı evinizin ölçüsü? Hasardan bura qədər sizin eviniz olub və söküblər. Kommersiya məqsədi ilə qazimizin evini sökülüb və əvəzində şirniyyat sexi tikirlər. Şikayətinizi bildirmək istəyirsiniz ki? Bəli, mən də adətlərimə şahid eləmişəm məsələlərlə. Cavab gəldi sizə müraciətinizdən? Cavab gəldi, qanun verdi, ateist. Ateist tikilməlidir, bəli. Gündə bir hansısa bir şəxs gəldi, mən burada şirniyyat sexi tikirəm. Bildiyim qədərilə hətta həmin burada ev şirniyyat sexi tikmək istəyən şəxs məktəb yolunu da zəbt eləmişdi. Vətəndaşların şikayəti ilə aradan qaldırıldı, həmin söküntü işləri aparıldı. Hal-hazırda da daşları yığırlar. Polis əməkdaşları da cəlb olunmuşdu.